Ərimi 6 ay əvvəl torpağa tapşırmışdım. Dünən isə onu marketdə gördüm. Ağlaya-ağlaya ona tərəf qaçdım. Mənə təəccüblə baxdı. "Bağışlayın, deyəsən məni kiminləsə səhv salırsınız" dedi. Amma səsi eyni idi. Üzündəki izlər, baxışları, hər şeyi eyni idi. Onu evinə qədər izlədim. Orada gördüklərim isə ürəyimi dondurdu. Böyük supermarketin konserv şöbəsində dayanmışdı. Rəşad, ərim. 6 ay əvvəl dəbdəbəli İtalyan mərmərindən hazırlanmış məzarda dəfn etdiyim adam. Gözümdə yaş qalmayana qədər ağladığım adam, öldüyünə inandığım adam. Amma o yaşayırdı. Əlində alış-veriş arabası vardı. Lobyanın qiymətinə baxırdı. Əlimdəki zeytun yağı şüşəsi yerə düşdü. Şüşə paramparça oldu. Qızılı rəngli yağ ağ döşəməyə yayıldı. İnsanlar mənə baxırdı, amma vecimə deyildi. Ayaqlarım sanki öz-özünə hərəkət edirdi. Sanki yenə 20 yaşım vardı. Sanki zaman məni ağırlaşdırmamışdı. "Rəşad" deyə qışqırdım. Səsim qəribə çıxdı. Hönkürtü ilə qarışmışdı. "Rəşad, Allahım, sən sağsan." O dönüb mənə baxdı. Gözləri gözlərimlə toqquşan an dünya başıma yıxıldı. O idi. 20 yaşında motosikletdən yıxılarkən sol qaşında qalan yara izi. Heç danışmağı sevmədiyi küçə davasında sınan biraz əyri burnu. Boynundakı balaca doğum ləkəsi. Hamısı eyni idi. Əllərimi ona tərəf uzatdım. Ona toxunmaq, qucaqlamaq, bunun həqiqət olduğunu hiss etmək istəyirdim. Özümü inandırmaq istəyirdim ki, bu gördüyüm şey beynimin mənə oynadığı oyun deyil. Amma o bir addım geri çəkildi. "Bağışlayın xanım" dedi. Səsi əvvəlki kimi idi. 43 il boyunca hər səhər məni oyadan, soyuq gecələrdə qulağıma "səni sevirəm" deyən o boğuq səs. "Məncə siz məni başqası ilə səhv salırsınız." "Səhv salıram?" dedim titrəyərək. "Rəşad, mənəm, Aylin, sənin arvadın." Əllərim əsə-əsə telefonu çıxardım. Qəza baş verməzdən əvvəl çəkdirdiyimiz son ad günü şəklimizi tapıb ona göstərdim. "Bax, bu bizik. Məni tanımırsan?" Şəkilə diqqətlə baxdı. Gözləri bir anlıq daraldı. Cəmi bir saniyəlik. Sonra başını yellədi. "Üzr istəyirəm" dedi sakitcə. "Mənim adım Mətindir. Bu şəkili həyatımda ilk dəfə görürəm." Sonra əlini çiynimə qoydu. Qəribə şəkildə ata nəvazisinə bənzəyən qısa bir toxunuş idi. "Deyəsən çətin günlər keçirirsiniz. Bəlkə oturub biraz su içəsiniz?" Metin Yılmaz. Diqqətlə ona baxmağa başladım. Geyimi fərqli idi. Rəşad hətta həftə sonları belə düyməli köynək geyinərdi. Bu adamın əynində isə rəngi solmuş Tommy Hilfiger köynəyi və köhnə cins şalvar vardı. Ayağında idman ayaqqabıları idi. Rəşadın sevdiyi bahalı dəri ayaqqabılar yox. Amma sifəti, ilahi, o sifət eyni idi. "Barmağın" deyə pıçıldadım. "Sol əlini göstər." Qaşlarını çatdı, amma əlini qaldırdı və oradaydı. Rəşadın 15 yaşında dam təmir edərkən sındırdığı əyri çeçələ barmağı. Mədəm bulanmağa başladı. "Baxın xanım" dedi yorğun səslə. "Mən artıq getməliyəm." Sonra arabasını itələyib kassalara tərəf uzaqlaşdı. Mən isə supermarketin ortasında donub qalmışdım. Ayaqlarım əsirdi. İnsanlar yanımdan keçərkən mənə ya yazıq, ya da narahat baxışlarla baxırdılar. Getməliydim, kömək istəməliydim. Amma içimdə bir səs vardı. Həyatım boyu nəsə düz getməyəndə məni xəbərdar edən o səs. İndi isə bütün gücü ilə qışqırırdı. Bu təsadüf deyil. Mən onu izlədim. Aramızdakı məsafəni qoruyurdum. Rəflərin arasında gizlənən oğru kimi ehtiyatla hərəkət edirdim. Pul ödəyəndə gördüm ki, alış-verişin pulunu nəqd verir. Hətta çeki götürməkdən də imtina etdi. Sonra mağazadan çıxıb arxa qapısında batı dizi olan köhnə ağ Nissan markalı maşına mindi. Nömrəni yadda saxladım. Mən də Rəşadın ölümündən 2 il əvvəl aldığım maşına minib onun arxasınca sürdüm. Əllərim sükan üzərində titrəyirdi. Ürəyim o qədər sürətlə döyünürdü ki, nəfəs almaq belə çətin idi. Şəhərin mərkəzindən keçdik. Yaşadığımız məhəlləni geridə qoyduq. Sonra isə şəhərin qərb hissəsinə tərəf döndü. Mənim demək olar ki, heç vaxt getmədiyim bir tərəfə. Nəhayət, kiçik bağçası və ağ çəpəri olan dəniz köpüyü rəngində balaca bir evin qarşısında dayandı.
Adi, diqqət çəkməyən bir ev idi. Maşından düşüb market paketlərini götürdü. Elə həmin an ön qapı açıldı. Qarşısına məndən daha gənc görünən bir qadın çıxdı. Təxminən 50 yaşlarında olardı. Tünd saçlarını at quyruğu şəklində toplamışdı. Qadın onu görəndə gülümsədi. Bu, qonşuya edilən nəzakətli təbəssüm deyildi. Bu, ərinə baxan qadının təbəssümü idi. Rəşad qadının yanağından öpdü. Qadın da paketlərdən birini əlindən aldı. Elə bu vaxt qapıdan 2 uşaq qaçaraq çıxdı. Bir oğlan, bir qız. Təxminən 8-10 yaşlarında. "Baba, baba, dondurma almısan?" deyə qışqıraraq onun üstünə atıldılar. "Baba." Rəşad güldü. O çox yaxşı tanıdığım əyri təbəssümlə. Sonra hamısı birlikdə evə girdilər. Qapı bağlandı. Mən isə maşında donub qalmışdım. Təxminən 50 metr uzaqda park etmişdim. Günortadan sonrakı günəş şüşədən süzülərək üzümə düşürdü. Mən isə ağladığımı belə hiss etmədən sakitcə ağlayırdım. 43 illik evlilik, 6 aylıq yas. Hələ də onun qoxusunu verən yastığa sarılıb tək ağladığım gecələr. Və o buradaydı, sağ idi. Başqa bir ailə ilə yaşayırdı. Mövcudluğundan xəbərim olmayan nəvələri vardı. Əllərim əsə-əsə telefonu çıxarıb evin, maşının və nömrənin şəkillərini çəkdim. Fotoların yarısı bulanıq alınırdı, amma bir neçə aydın şəkil çəkməyi bacardım. Hava qaralmağa başlayanda maşını işə salıb evə qayıtdım. Yolu necə getdiyimi xatırlamıram. Yadıma gələn tək şey qarajda maşını saxlayıb uzun müddət qaranlıqda oturmağımdır. Telefonda çəkdiyim şəkillərə baxır, onları Rəşadın köhnə şəkilləri ilə müqayisə edirdim. Hər detal eyni idi. Hər iz, hər qırış, hər qüsur. Evin qapısını açıb içəri girdim. Rəşadın mənə qoyub getdiyi ya da öldüyü gün mənə qalan o böyük, boş evə. Qonaq otağında işığı yandırmadan oturdum və elə həmin an beynimdə ildırım kimi bir sual çaxdı. Əgər Rəşad sağdırsa, bəs biz kimi bastırmışıq? O gecə gözümə bir damcı da yuxu getmədi. Mətbəx masasının üstünə bütün köhnə şəkilləri düzdüm. Toy fotolarımızı, uşağımız Əlinin doğum günlərini, bayramları, səyahətləri. Bir tərəfdə keçmişin şəkilləri vardı. O biri tərəfdə isə bu gün marketdə gördüyüm adamın fotoları. Dəfələrlə yaxınlaşdırıb müqayisə etdim. Qaşındakı yara izi eyni idi. Sol qulağı sağından biraz böyük idi. Eyni. Boynundakı doğum ləkəsi vergül formasındaydı. Eyni yerdə. Hətta gülümsəyəndə sağ tərəfdə daha çox dişinin görünməsi belə dəyişməmişdi. Dərman şüşələrinin üzərindəki xırda yazıları oxumaq üçün istifadə etdiyim böyüdücünü götürdüm. 15 il əvvəl Antalyada çəkdirdiyimiz köhnə bir şəkilə baxdım. Rəşad köynəksiz idi. Körpücük sümüyünün yanında balaca tünd bir xal vardı. Sonra marketdə çəkdiyim şəkili yaxınlaşdırdım. Paketləri götürərkən köynəyi biraz yuxarı qalxmışdı. Eyni xal, eyni yerdə. Bu mümkün deyildi. Əkizlərin belə eyni doğum ləkəsi olmur. Yaralar genetik keçmir. Bəs onda bu nə idi? Səhərə qədər evin içində o baş bu baş gəzdim. Divardakı saat 4-ü 20 keçirdi. Şəhər hələ yatmışdı. Mən isə əllərim əsə-əsə köhnə toy albomunu vərəqləyirdim. Orada gənc Rəşad vardı. Arıq, gülümsəyən, sonralar kəsdiyi nazik bığları ilə. Yanında isə 22 yaşlı mən. Anamın tikdiyi sadə ağ gəlinlikdə. Saçlarımda təzə çiçəklər. Biz kasıb idik. Rəşad tikinti materialları mağazasında satıcı köməkçisi işləyirdi. Mən isə dərzi idim. Kirayədə, güzlə bir çarpayının sığdığı balaca otaqda yaşayırdıq. Amma xoşbəxt idik. Heç olmasa mən elə düşünürdüm. Əli doğulandan sonra vəziyyətimiz düzəlməyə başladı. Rəşadın satış bacarığı vardı. 10 il ərzində adi işçidən mağaza müdiri oldu. Sonra isə şəhərdə 3 tikinti materialları mağazasının sahibi. Həyatımız dəyişdi. Öz evimiz oldu. Maşınımız oldu. Ara bir səyahətə gedirdik. Amma Rəşad tez-tez iş adı ilə şəhərdən gedirdi. Ayda 2-3 dəfə, bəzən 4-5 günlük. Təchizatçılarla görüşüm var, deyirdi. Yeni müqavilə bağlayacağam. Mən heç vaxt şübhələnməmişdim. Niyə şübhələnməli idim ki? Həmişə yorğun qayıdırdı. Yollardan, iclaslardan şikayət edirdi. Mənə və Əliyə hədiyyələr gətirirdi. Sizi çox darıxmışdım, deyirdi. İndi isə geriyə baxanda hər səfər mənə diqqətlə qurulmuş bir yalan kimi görünürdü.
Günəş doğanda hələ də mətbəx masasının arxasında oturmuşdum. Telefonu götürüb Əliyə zəng etdim. 5-ci zəngdə cavab verdi. Səsi yuxulu gəlirdi. Ana, səhər saat 6-dır. Nə olub? Bura gəlməlisən. İndi. Ana, saat 9-da iclasım var. Əli, səsim sərt çıxdı. Oğlumun nadir hallarda eşitdiyi qədər sərt. Bu, atanla bağlıdır. Telefonun o biri başında sükut yarandı. Ana, biz bunu artıq danışmışıq. Sən psixoloqa getməlisən. Bu yaz. Mən atanı dünən gördüm. Uzun bir səssizlik oldu. Ana, sən dərmanlarını içmisən. Əli, atanı marketdə gördüm. Sonra onu evinə qədər izlədim. İndi isə bura gəlib mənə kömək etməlisən. Çünki ya ağlımı itirirəm, ya da artıq itirmişəm. Olduğun yerdə qal, dedi nəhayət. Evdən çıxma, heç nə etmə. Mən gəlirəm. Telefon bağlandı. Hamama gedib üzümü yudum. Güzgüyə baxanda özümdən qorxdum. Gözlərimin altı qaralmışdı. Saçlarım dağınıq idi. Dodaqlarım çatlamışdı. Sanki bir gecədə 10 yaş qocalmışdım. Əli 40 dəqiqə sonra gəldi. Üstündə idman geyimi vardı. Görünür, tələsik çıxmışdı. Qapını döymədən içəri girdi. Məni yenə mətbəx masasının arxasında tapdı. Ana, nə baş verib? Qarşıma oturdu. Əlimi tutdu. Gözlərində qorxu vardı. İnsanların valideynlərinin ağlını itirdiyini düşündükləri zaman yaranan o qorxu. Mən isə sakitcə telefonu ona uzatdım. Əvvəl köhnə şəkilləri göstərdim. Sonra marketdə çəkdiklərimi. Hər detalı bir-bir izah etdim. Qaşındakı yara izi, boynundakı doğum ləkəsi, əyri çeçələ barmağı, marketdə məni tanımaması, özünü Metin Yılmaz adlandırması, o ev, o qadın, o uşaqlar. Əli heç nə demədən şəkillərə baxırdı. Üz ifadəsi yavaş-yavaş dəyişirdi. Əvvəl narahat idi, sonra çaşqın oldu. Daha sonra isə mənim anlaya bilmədiyim qəribə bir ifadə yarandı üzündə. Şəkillərdən birini yaxınlaşdıranda əllərinin titrədiyini gördüm. Nəhayət, dedi asta səslə. Oxşarlıq həqiqətən inanılmazdır. Oxşarlıq, dedim. Əli, bu oxşarlıq deyil. Bu, sənin atandır. Əli yorğun halda əlini üzünə çəkdi. Ana, biz atanı dəfn etmişik. Sən də oradaydın. Mən də. Hamı oradaydı. Bağlı tabut idi, deyə pıçıldadım. Əli sustu. Bəli, dedi sonra. Çünki qəza çox ağır olmuşdu. Həkimlər dedi ki, onu görməməyiniz daha yaxşıdır. Mən gözlərimi onun üzünə zillədim. Sən gördün. Nəyi? Atanın cəsədini. Əli baxışlarını qaçırdı. Xeyr, amma bütün sənədlər qaydasında idi. Ölüm şəhadətnaməsi vardı. Hər şey rəsmi idi. Mən birdən ayağa qalxdım. O evə getmək istəyirəm. Ana, bu artıq dəlilikdir. Mənimlə gəlirsən, dedim sərt səslə. Yoxsa tək gedim. Əli dərin nəfəs aldı. Sanki artıq müqavimət göstərməyə gücü qalmamışdı. Yaxşı, dedi nəhayət. Gedək. Amma sən öz gözlərinlə onun başqa biri olduğunu görəcəksən. Mən isə artıq həqiqəti hiss edirdim. Və o həqiqət həyatımı məhv etməyə hazırlaşırdı. Əlinin maşını ilə yola düşdük. Səhər tıxacları artıq başlamışdı. O, səssizcə maşın sürürdü. Çənəsi sıxılmışdı. Mən isə yolu göstərirdim. Dəniz köpüyü rəngində olan evin küçəsinə çatanda biraz aralıda saxlamasını istədim. Bax, oradır, dedim titrəyən barmağımla evi göstərərək. Ağ Ford Taurus həyətdə dayanmışdı. Mətbəxdə işıq yanırdı. Pərdələrin arasından hərəkət edən kölgələr görünürdü. Əli sakitcə evi izləyirdi. Barmaqları sükanın üstündə əsəbi halda döyünürdü. Bu, uşaqlıqdan onda qalan bir vərdiş idi. Gedib danışım, deyə soruşdum. Yox, gözlə. Təxminən 5 dəqiqə maşında susaraq oturduq. Sonra ön qapı açıldı. Rəşad bayıra çıxdı. Əynində mavi iş kombinezonu vardı. Əlində alət qutusu tutmuşdu. Ford Taurusa tərəf gedirdi. Bir anda Əlinin sifəti ağardı. Əli, yaxşısan? Cavab vermədi. Sadəcə gözlərini o adama zilləmişdi. Maşın həyətdən geri çıxdı və yanımızdan keçdi.
Mən onun üzünü aydın şəkildə görə bilirdim. Yaşlanmışdı, daha yorğun görünürdü. Amma o idi, Rəşad idi. Maşın küçənin tinindən dönüb gözdən itdi. Mən isə oğluma baxanda onun ağladığını gördüm. Səssiz göz yaşları yanaqlarından axırdı. Ürəyim buz kəsdi. Əli, dedim asta səslə. Məndən nə gizlədirsən? Başını sükanın üstünə qoydu. Çiyinləri titrəyirdi. Ana, dedi boğuq səslə. Çox üzr istəyirəm və həmin an hər şeyi anladı. Səhər günəşi maşının içinə dolarkən, oğlum yanımda dağılıb ağlayarkən hiss etdim ki, öyrənəcəyim həqiqət təkcə evliliyimi yox etməyəcək. Bütün ailəmi dağıdacaqdı. Danış, dedim sərt səslə. İndi danış, Əli. Üzünü əli ilə sildi. Dərin nəfəs aldı. Özünü toparlamağa çalışırdı. Amma göz yaşları dayanmaq bilmirdi. Ana, sən bunları heç vaxt öyrənməməli idin. Sinəmə soyuq bir hiss yayıldı. Nəyi öyrənməməli idim? Əli başını qaldırdı. Mənə atasından miras qalan o qəhvəyi gözlərlə baxdı. Amma indi o gözlərdə utanc, qorxu və vicdan əzabı vardı. Atam o qəzada ölmədi. Sözlər havada asılı qaldı. Sadə, qısa, dağıdıcı. Əslində bunu artıq bilirdim. Marketdə onu gördüyüm andan bəri içimdə bir his bunu deyirdi. Amma bunu öz oğlumun dilindən eşitmək, sanki qarnıma yumruq dəymiş kimi idi. Davam et, deyə pıçıldadım. Atamın başqa ailəsi vardı, dedi Əli. 25 ildir. O qadının adı Leyladır. Dünən gördüyüm qadın gözümün önünə gəldi. Uşaqlar, dedim titrəyərək. Onlar nəvələridir. Dünyam başıma yıxıldı. 25 illik yalan. Bütün iş səfərləri, evə gəlmədiyi gecələr, güya vacib müqavilələrə görə qaçırdığı ad günləri. Hamısı yalan imiş. Və sən bunu bilirdin, dedim sakit səslə. Əli gözlərini qaçırdı. Cavabı artıq bilirdim. Təxminən 3 il əvvəl öyrəndim, dedi. Təsadüfən. Əllərini saçlarına keçirdi. Mağazada bəzi sənədləri düzəltməyə kömək edirdim. Sonra 2 ayrı evin hesablarını, ödənişlərini gördüm. Atamla danışdım. Nə dedi? Səni sevdiyini dedi. Səni incitmək istəmədiyini. Amma Leylanı da sevdiyini. Acı bir gülüş çıxdı ağzımdan. Nə qədər təsirli, dedim soyuq səslə. Yazıq adam 2 qadın arasında qalıbmış. Ana, bəs sən, dedim birdən. Bilirdin və sustun. Əli gözlərini yumdu. Atam yalvardı. Dedi ki, hər şeyi öyrənsən, boşanacaqsan. Malların yarısını alacaqsan. Hər şey məhv olacaq. Mallar, dedim. Yəni pul. Əli sustu. Elə həmin sükut hər şeyi təsdiqlədi. Deməli, məsələ sevgi yox, pul imiş. Ana, mən nə edəcəyimi bilmirdim. Mən isə bilirdim, dedim buz kimi səslə. Sən atanı seçdin. Əli ağlayırdı. Amma mən artıq içimdə heç nə hiss etmirdim. Nə mərhəmət, nə sevgi, nə də ailə hissi. Yalnız soyuq, sakit bir qəzəb. Masada donub qaldım. Qarşımdakı adamın, öz oğlumun, bütün bunları sakit səslə danışması məni içimdən parçalayırdı. Cəsədi almağa mən getdim, dedi Əli boğuq səslə. Birbaşa morqdan cənazə evinə apardım. Tabutun bağlı qalması üçün israr etdim çünki. Sözünü tamamlaya bilmədi. Çünki içində yad biri vardı. Dedim buz kimi səslə. Başını aşağı salıb ağladı. Bəs atan dəfn zamanı harada idi? Şəhəri artıq tərk etmişdi. Əvvəl Ankaraya avtobusla getdi. Sonra başqa yerə keçdi. Bir neçə gün ucuz moteldə qaldı. Hər şey sakitləşəndən sonra isə o evi kirayələdi. Açar ustası kimi işləməyə başladı. Sadə, diqqət çəkməyən həyat. Acı-acı gülümsədim. Mənim pulumla qurulan həyat. Əli gözlərini yumdu. Ana, təxminən 2 milyon dollar, Əli. O pul mənim də pulum idi. Səsim sərtləşirdi, amma özümü itirməməyə çalışırdım. Pul indi haradadır? Metin Yılmaz adı ilə açılmış hesablarda. 3 müxtəlif bankda. Pulun böyük hissəsi investisiyalardadır. Ayda təxminən 8.000 dollar çıxarırdı ki, həyatını rahat yaşasın. Deməli Gürkanın tapdığı da bu idi. Hələ də onunla əlaqəm var. Bəli, səsini alçaltdı. Hər həftə mənə zəng edir. Səni soruşur.
necə olduğunu bilmək istəyir. Məncə hələ də səni önəmsəyir. Qısa və sərt gülüş çıxdı ağzımdan. Önəmsəyir, məni öldüyünə inandırıb tək qoydu. Boş qəbir başında ağlamağıma icazə verdi. Yad bir adam üçün $90.000 mərmər məzar düzəltdirdi. Bu qayğı deyil, qorxaqlıqdır. Əli göz yaşlarını silə-silə pıçıldadı. Bilirəm, çox üzr istəyirəm, ana. Amma artıq gecdir. Əlini buraxdım. İkiniz də geri dönə bilməzsiniz. Aramıza ağır sükut çöktü. Bir müddət sonra qorxu dolu səslə soruşdu. İndi nə edəcəksən? 9 ay qarnımda daşıdığım, xəstələnəndə gecələr başında oturduğum, ilk ürək ağrısından sonra təsəlli etdiyim oğluma və eyni zamanda məni atası qədər dərin yaralayan adama. Hələ bilmirəm, deyə yalan danışdım. Düşünmək üçün zamana ehtiyacım var. Nə qədər lazımdırsa. Ayağa qalxdım, çantamı götürdüm. İçindəki səs yazıcısının hər şeyi qeyd etdiyindən əmin oldum. Ana, gözlə. Sağ ol, Əli. Arxaya baxmadan restorandan çıxdım. Onu toxunulmamış yeməyi və vicdan əzabı ilə baş-başa qoydum. Maşına oturanda özümə cəmi bir neçə saniyəlik həqiqi ağrı hiss etməyə icazə verdim. Çünki nə qədər özümə buna layiq idilər desəm də, Əli yenə də mənim oğlum idi və onun məhv olacağını bilmək içimdə bir parçanı öldürürdü. Amma daha böyük parçam, 6 ay saxta yas yaşayan, 43 il axmaq yerinə qoyulan qadın sakit idi. Hətta məmnun idi. Sinəmə soyuq bir hiss yayıldı. Nəyi öyrənməməli idim? Əli başını qaldırdı. Mənə atasından miras qalan o qəhvəyi gözlərlə baxdı. Amma indi o gözlərdə utanc, qorxu və vicdan əzabı vardı. Atam o qəzada ölmədi. Sözlər havada asılı qaldı. Sadə, qısa, dağıdıcı. Əslində bunu artıq bilirdim. Marketdə onu gördüyüm andan bəri içimdə bir hiss bunu deyirdi. Amma bunu öz oğlumun dilindən eşitmək, sanki qarnıma yumruq dəymiş kimi idi. Davam et, deyə pıçıldadım. Atamın başqa ailəsi vardı, dedi Əli. 25 ildir. O qadının adı Leyladır. Dünən gördüyüm qadın gözümün önünə gəldi. Uşaqlar, dedim titrəyərək. Onlar nəvələridir. Dünyam başıma yıxıldı. 25 illik yalan. Bütün iş səfərləri, evə gəlmədiyi gecələr, güya vacib müqavilələrə görə qaçırdığı ad günləri. Hamısı yalan imiş. Və sən bunu bilirdin, dedim sakit səslə. Əli gözlərini qaçırdı. Cavabı artıq bilirdim. Təxminən 3 il əvvəl öyrəndim, dedi. Təsadüfən. Əllərini saçlarına keçirdi. Mağazada bəzi sənədləri düzəltməyə kömək edirdim. Sonra 2 ayrı evin hesablarını, ödənişlərini gördüm. Atamla danışdım. Nə dedi? Səni sevdiyini dedi. Səni incitmək istəmədiyini. Amma Leylanı da sevdiyini. Acı bir gülüş çıxdı ağzımdan. Nə qədər təsirli, dedim soyuq səslə. Yazıq adam 2 qadın arasında qalıbmış. Ana, bəs sən, dedim birdən. Bilirdin və sustun. Əli gözlərini yumdu. Atam yalvardı. Dedi ki, hər şeyi öyrənsən, boşanacaqsan. Malların yarısını alacaqsan. Hər şey məhv olacaq. Mallar, dedim. Yəni pul. Əli sustu. Elə həmin sükut hər şeyi təsdiqlədi. Deməli, məsələ sevgi yox, pul imiş. Ana, mən nə edəcəyimi bilmirdim. Mən isə bilirdim, dedim buz kimi səslə. Sən atanı seçdin. Əli ağlayırdı. Amma mən artıq içimdə heç nə hiss etmirdim. Nə mərhəmət, nə sevgi, nə də ailə hissi. Yalnız soyuq, sakit bir qəzəb. Masada donub qaldım. Qarşımdakı adamın, öz oğlumun, bütün bunları sakit səslə danışması məni içimdən parçalayırdı. Cəsədi almağa mən getdim, dedi Əli boğuq səslə. Birbaşa morqdan cənazə evinə apardım. Tabutun bağlı qalması üçün israr etdim çünki. Sözünü tamamlaya bilmədi. Çünki içində yad biri vardı, dedim buz kimi səslə. Başını aşağı salıb ağladı. Bəs atan dəfn zamanı harada idi? Şəhəri artıq tərk etmişdi. Əvvəl Ankaraya avtobusla getdi. Sonra başqa yerə keçdi. Bir neçə gün ucuz moteldə qaldı. Hər şey sakitləşəndən sonra isə o evi kirayələdi. Açar ustası kimi işləməyə başladı.
Sadə, diqqət çəkməyən həyat. Acı-acı gülümsədim. Mənim pulumla qurulan həyat. Əli gözlərini yumdu. Ana, təxminən 2 milyon dollar, Əli. O pul mənim də pulum idi. Səsim sərtləşirdi, amma özümü itirməməyə çalışırdım. Pul indi haradadır? Metin Yılmaz adı ilə açılmış hesablarda. 3 müxtəlif bankda. Pulun böyük hissəsi investisiyalardadır. Ayda təxminən 8.000 dollar çıxarırdı ki, həyatını rahat yaşasın. Deməli Gürkanın tapdığı da bu idi. Hələ də onunla əlaqən var. Bəli, səsini alçaltdı. Hər həftə mənə zəng edir. Səni soruşur. Necə olduğunu bilmək istəyir. Məncə hələ də səni önəmsəyir. Qısa və sərt gülüş çıxdı ağzımdan. Önəmsəyir. Məni öldüyünə inandırıb tək qoydu. Boş qəbir başında ağlamağıma icazə verdi. Yad bir adam üçün 90.000 dollarlıq mərmər məzar düzəltdirdi. Bu qayğı deyil, qorxaqlıqdır. Əli göz yaşlarını silə-silə pıçıldadı. Bilirəm, çox üzr istəyirəm, ana. Amma artıq gecdir. Əlini buraxdım. İkiniz də geri dönə bilməzsiniz. Aramıza ağır sükut çöktü. Bir müddət sonra qorxu dolu səslə soruşdu. İndi nə edəcəksən? 9 ay qarnımda daşıdığım, xəstələnəndə gecələr başında oturduğum, ilk ürək ağrısından sonra təsəlli etdiyim oğluma və eyni zamanda məni atası qədər dərin yaralayan adama. Hələ bilmirəm, deyə yalan danışdım. Düşünmək üçün zamana ehtiyacım var. Nə qədər lazımdırsa. Ayağa qalxdım, çantamı götürdüm. İçindəki səs yazıcısının hər şeyi qeyd etdiyindən əmin oldum. Ana, gözlə. Sağ ol, Əli. Arxaya baxmadan restorandan çıxdım. Onu toxunulmamış yeməyi və vicdan əzabı ilə baş-başa qoydum. Maşına oturanda özümə cəmi bir neçə saniyəlik həqiqi ağrı hiss etməyə icazə verdim. Çünki nə qədər özümə buna layiq idilər desəm də, Əli yenə də mənim oğlum idi və onun məhv olacağını bilmək içimdə bir parçanı öldürürdü. Amma daha böyük parçam, 6 ay saxta yas yaşayan, 43 il axmaq yerinə qoyulan qadın sakit idi. Hətta məmnun idi. Telefonu götürüb Səmaya zəng etdim. Yazını aldım, dedi. Mükəmməldir. Mən də sənədləri tapdım. İnanmayacaqsan. Nə tapdın? Oğlun ən azı 15 fərqli sənəddə sənin imzanı saxtalaşdırıb. Satış müqavilələri, mülkiyyət köçürmələri, etibarnamələr hamısı saxtadır. Gözlərimi yumdum. Bu onu cinayət məsuliyyətinə cəlb etmək üçün kifayətdir. Tamamilə. Şikayəti hazırlayıram. Sabah səhər prokurorluğa təqdim edəcəyəm. Bəs həbs. Ən gec 72 saata. Bu işə baxacaq hakim yaşlı insanlara qarşı maliyyə fırıldaqlarına qarşı çox sərtdir. Oğlun həftə bitməmiş həbsxana kamerasında olacaq. Başımı sükanın üstünə qoydum. Bəs Rəşad, texniki olaraq hüquqi baxımdan ölü sayıldığı üçün onu indi həbs etmək olmur. Amma Metin Yılmaz adına olan bütün sənədləri ləğv etdirmək, hesabları dondurmaq və sənə aid olan hər şeyi faizi ilə geri qaytarmaq üçün iddia qaldıra bilərik. Heç nəyi qalmayacaq, heç nəyi. 73 yaşında sıfırdan başlamalı olacaq. Səni məcbur etdiyi kimi. Et bunu, dedim gözlərimi açaraq. Hər şeyi et. Səma bir neçə saniyə sustu. Əminsən, çünki başladıktan sonra geri dönüş olmayacaq. 43 illik yalanları düşündüm. Saxta ölümü boş qəbir üstündə tökdüyüm gözyaşlarını, 6 ay təkliyimi, mənə verdikləri alçaldıcı pulu mənim yerimə seçdiyi ikinci ailəni. Tam əminəm, onda sabah müharibə başlayır. Hazır ol, Aylin. Çirkli olacaq, qoy olsun. Telefonu bağladım və evə sürdüm. O gecə 6 aydan sonra ilk dəfə dərmansız yatdım. Çünki ilk dəfə qurban deyil, ovçu olmuşdum. Və ov yeni başlayırdı. Şikayət çərşənbə axşamı, səhər saat 9-da verildi. Səma təsdiqləmək üçün zəng etdi. Bitdi. Prokurorluq işi qəbul etdi. 2 saat sonra Əlidən zəng gəldi. Cavab vermədim. 4 dəfə də zəng etdi. Ardınca mesajlar gəldi. Ana, təcili danışmalıyıq. Ana, çox ciddi məsələdir. Xahiş edirəm telefonu aç. Nömrəsini blokladım. Çünki nə baş verdiyini artıq bilirdim. Səma xəbərdar etmişdi ki,
prokurorluq istintaqa aid bütün şəxslərə rəsmi bildiriş göndərəcək. Əli çağırış almışdı, artıq istintaq altında olduğunu öyrənmişdi və panikaya düşmüşdü. Çərşənbə günü səhər qapıma gəldi. Qapını yumruqlayır, adımı qışqırırdı. Qonşular pəncərələrdən boylanmağa başlamışdı. Nermin xanım həyətə çıxıb narahat halda səsləndi. Aylin, hər şey qaydasındadır. Yataq otağının pəncərəsini açdım. Problem yoxdur, Nermin xanım. Sadəcə ailə məsələsidir. Tezliklə həll olunacaq. Əli məni görəndə üzü dəyişdi. Ana, Allah xatirinə qapını aç. Buradan get, Əli. Bunu sən etdin. Məni sən şikayət etdin. Get buradan. Mən sənin oğlunam. Tək oğlun. Sinəmdə illərlə yığılan ağrı ilə qışqırdım. Mənim oğlum 6 ay əvvəl atası ilə birlikdə öldü. Geriyə qalan isə məni qarət edən yad adamdır. Pəncərəni çırpıb bağladım. Daha 10 dəqiqə qışqırdı. Qapını döydü. Sonra nəhayət getdi. Ağladım. Ona yazığım gəldiyi üçün yox. Dediyim sözlər doğru olduğu üçün. Maşına oturanda özümə bir anlıq, cəmi bir anlıq həqiqi ağrı yaşamağa icazə verdim. Çünki nə qədər özümə onların buna layiq olduğunu, məni istifadə etdiklərini, cavab verməli olduqlarını desəm də, Əli yenə də mənim oğlum idi. Onu məhv etmək məcburiyyəti içimdə bir parçanı öldürürdü. Amma içimdə daha böyük bir parça vardı. 6 ay saxta yas yaşayan, 43 il ərzində axmaq yerinə qoyulan o qadın. O hissə isə sakit idi. Hətta məmnun idi. Səmaya zəng etdim. Yazını aldım. Mükəmməldir. Mən də sənədləri tapdım, dedi. İnanmayacaqsan nə çıxdı ortaya. Danış. Oğlun ən azı 15 fərqli sənəddə sənin imzanı saxtalaşdırıb. Satış müqavilələri, mülkiyyət köçürmələri, etibarnamələr hamısı saxtadır. Hətta gizlətməyə də ciddi cəhd etməyib. Sükanı daha bərk sıxdım. Bu onu cinayət məsuliyyətinə cəlb etmək üçün kifayətdir. Tamamilə. Şikayəti hazırlayıram. Sabah səhər prokurorluğa təqdim edəcəyəm. Həbs olunması nə qədər çəkər? Ən gec 72 saat. Bu işi götürəcək hakim yaşlı insanlara qarşı maliyyə dələduzluğuna qarşı sıfır tolerantlığı ilə tanınır. Oğlun həftə bitməmiş kamerada olacaq. Gözlərimi yumdum. Başımı sükanın üstünə söykədim. Bəs Rəşad, texniki olaraq hüquqi baxımdan ölü olduğu üçün dərhal həbs edilə bilməz. Amma Metin Yılmaz adına olan bütün sənədləri ləğv etdirmək, hesablarını dondurmaq və sənə aid olan hər şeyi faizilə geri qaytartmaq üçün müraciət edə bilərəm. Heç nəyi qalmayacaq. Acı bir təbəssümlə pıçıldadım. 73 yaşında sıfırdan başlayacaq. Əslində 70 yaşında ölməsəydi, yenə eyni yaşda olacaqdı, dedi Səma. Dərin nəfəs aldım. Et bunu. Hamısını et. Əminsən. Bir dəfə başlayanda geri dönüş yoxdur. 43 ili düşündüm. Yalanları, saxta ölümü, boş məzar başında keçirdiyim ayları, tək başına ağladığım gecələri, mənim yerimə seçilən ikinci ailəni. Tam əminəm, onda sabah müharibə başlayır. Hazır ol, Aylin. Çirkin olacaq, qoy olsun. Telefonu bağlayıb evə sürdüm. O gecə 6 aydan sonra ilk dəfə dərmansız yatdım. Çünki artıq qurban deyildim. Ovçuya çevrilmişdim.